Elmi araşdırmalara əsasən bəzi antidepressant və psixotrop dərmanlar müəyyən qruplarda və müalicənin ilkin mərhələsində intihar düşüncəsi və özünə zərər riskini artırır. Xüsusilə 18-24 yaş arası gənclərdə və dərmanların ilk 1-4 həftəsində bu risk daha çox müşahidə olunmuşdur. Amerika Birləşmiş Ştatlarının Qida və Dərman Administrasiyası geniş meta-analizlərinə görə bu dərmanlar başlanğıcda enerji və psixomotor aktivliyi artırar, lakin əvvəl və düşüncə hələ yaxşılaşmadığı üçün mövcud intihar fikirlərinin reallaşdırılma ehtimalı müvəffəqiyyətli olaraq yüksələ bilər. Məhz bu səbəbdən antidepressantların üzərində qara çərçivə xəbərdarlığı mövcuddur. Qeyd etmək vacibdir ki, bu dərmanlar birbaşa ölümə aparmır. Lakin həmin dövrdə artıq insanlar daha da yaxşılaşmadığını hiss elədiyinə görə və vəziyyətin daha da gərginləşdiyini hiss etdiyinə görə özünü intihara doğru sürükləyə bilər. Lakin həyat sürətlidir və bəzən dayanmaq, nəfəs almaq üçün vaxt tapa bilmirik. İş, ailə, gündəlik öhdəliklər və sosial təzyiqlər insanı həm fiziki, həm də ruhi olaraq yorur. Bu zaman stres və depressiya kimi vəziyyətlər ortaya çıxır və həyat keyfiyyətimizi ciddi şəkildə azaldır. Stres daxili gərginlik, əsəbilik, yorğunluq və diqqət dağınıqlığı ilə özünü göstərir. Uzun müddətli stres yalnız əhval-ruhiyyəni pozmur. Eyni zamanda yuxu pozğunluqlarına, həmçinin problemlərinə və immunitetin zəifləməsinə səbəb ola bilər. Depressiya isə uzun müddətli kədər, enerjisizlik, maraqsızlıq və ümumi narazılıq hissi ilə xarakterizə olunur. Həyatın kiçik zövqlərindən məhrum olmaq, özünü dəyərsiz hiss etmək və sosial həyatdan uzaqlaşmaq da depressiyanın əsas əlamətlərindəndir. Unutmaq olmaz ki, depressiya sadəcə əhvalın pis olması deyil, bu bədənin və beynin balansının pozulmasıdır və düzgün dəstək ilə yaxşılaşma mümkündür. Bu gün sizə təqdim edəcəyim Melissa Kantaron papatya çayı təbii dəstək stres və yüngül əhval pozuntularında mühüm rol oynayır. Bu məqsədlə sizə təqdim etdiyim Melissa, sarı kantaron və papatya çayı bu təbii qarışıqdır. Stresi azaldır, əsəbilik hissini sakitləşdirir, yuxu keyfiyyətini yaxşılaşdırır, dinc və rahat yuxuya dəstək verir. Əhval-ruhiyyəni yaxşılaşdırır, həzm sistemini dəstəkləyir, mədə və şişirlik narahatlığını yüngülləşdirir. Sadəcə bir stəkan isti çay bədəniniz və ruhunuz ilə sakitləşsə, enerjinizi bərpa edə və həyatın stresli anlarını daha rahatca idarə edə bilərsiniz. İndi özünüz və sevdikləriniz üçün təbii rahatlığı seçməyin tam vaxtıdır. Sifariş verin və təbiətin gücü ilə stresi azaldın, yuxunuzu yaxşılaşdırın və əhvalınızı yüksəldin.